Hoş gördük. Yine Excel dersindeyiz. Excel'de çap ederken bildiğimiz müəyyən yollar, bəzən də az istifadə etdiyimiz və yaxud çoxlarının heç bilmədiyi bəzi yollar var. Onların biri haqqında danışmaq istəyirəm. Excel'də faylı çapa bölərkən fayl menüsünə girib print əmrini seçib və yaxud klaviaturadan Ctrl+P düymələrini vurmaq lazımdır. Ekrana çap pəncərəsi gəlir. Əgər hər hansı bir sütunda genişliyi bizi qane etmirsə, biz yenidən qayıdıb, Excel'ə qayıdıb, burada xanaları formada kiçildə bilirik. Lakin buna gerek yoxdur. Əslində Ctrl+P əmrini veririk. Baxın, aşağıdan sağ küncdə kənar boşluqları göstər düyməsini seçirik. Beləliklə kənar boşluqları göstərən qara nöqtələr var. Bu nöqtələrdən biz istifadə etməklə sütunların genişliyini artırıb azalda bilirik.